Salam əziz dostlar və dəyərli izləyicilər, yeni videoda hər birinizi necə deyirlər salamlayıram və bugün sizlər üçün çox maraqlı bir video çəkirəm. Ola bilər təkrar kontentdə bir video ola bilər, üzülürsən, amma təkrar da bilin anasız deyirlər. Baxın, sözləri öyrənəndə çox yalan sözlər öyrənirik. Məsələn, çox adam deyir ki, nə bilim tekstlərdən çıxar və s. Amma bunun da qarşısını almaq olar. Çünki AI sistemləri həqiqətən bizə hər zaman kömək edə bilər. Bunu necə bacaracağıq? Sözləri necə öyrənəcəyik? Sözləri necə təkrar edəcəyik? Bunun üçün mən sizlər üçün çox maraqlı bir video hazırlamışam. Sona qədər izləyin. Deməli əziz dostlar, məsələn, mən sözlər atıram. Məsələn, bu sözlər ola bilər hansı sözlər olsun? Məsələn, food mövzusu ilə bağlı sözlər atıram. ChatGPT-yə və ya hər hansı bir Gemini aid ola bilər, hər hansı AI sistemləri ola bilər. Və bu mənə B1 və B2 səviyyəsində bir mətn hazırlayır. Əlbəttə ki, siz olduğunuz levelə uyğun verə bilərsiniz bunu. Məsələn, A1 səviyyədə də verə bilərsiniz. Əlbəttə ki, sözlər, buradakı sözlər biraz yuxarı sözlərdir. Ona görə də bu B1 və B2-ni götürür. Çünki bu sözlərin leveli yuxarıdır. Amma istəsəm bu sözlərdən aşağı bir leveldə olan bir mətn də hazırlatdıra bilərəm. Məsələn, sonra buna aid bir mətn hazırlatıram və mətndən sonra isə bunlara aid 5 dənə sual hazırlatıram ki, bunu daha aydın şəkildə mənim başa düşməyimə kömək eləsin. Həqiqətən çox möhtəşəm bir metodikadır. İstifadə edib yararlana bilərsiniz. Çünki mənim özüm şəxsən bundan istifadə edirəm və digər dillərdə və hətta hal-hazırda mən əlavə bir dil öyrənirəm və orada necə deyim, istifadə edirəm və çox böyük kömək edir. Mətni qoyursunuz, sözləri qoyursunuz və dediyim kimi başlayırsınız həmin mətnə aid. Məsələn, burada leveldə yaza bilərsiniz. Məsələn, yaza bilərsiniz ki, A2 səviyyədə məsələn. Baxın yazıram. A2 leveldə mətn hazıra. Məsələn, mətni A2 leveldə hazırlaya bilər. Amma sizin leveliniz yuxarıdırsa, əlbəttə yuxarı leveldə də hazırlatdıra bilərsiniz. Amma ChatGPT avtomatik olaraq sözlərin levelini görür deyə ona yuxarı mətndə hazırlaya bilər. Bayaqki kimi. Ümid edirəm ki, açıq-aydın hər şey sizin üçün rahat oldu. Uğurlar. Növbəti videolarda əziz dostlar görüşənədək özünüzə yaxşı baxın. Bay bay.